Salam, hər vaxtınız xeyirli olsun. Öncəliklə kanalıma abunə olan və bu kanalı bugün artıq 4000 abunəçiyə gətirib çıxaran dinləyicilərim, izləyicilərimə dərin təşəkkürümü bildirirəm. Yenə də söylədiyim kimi YouTube kanalımın bu ərsəyə gəlməsində izləyicilərin böyük rolu var. İzləyirlər, sağ olsunlar, dəyər verirlər və kanalımdan yararlanmağa çalışırlar. Bugün yenə də mövzu mentaldır. Çünki mentaldan bağlı gələn rəylərdən dolayı bilirəm ki, hələ də tələbat var. Çünki öyrənməkdə qərarlı olan, amma biraz çətinliklər olan insanlar var. Özəlliklə də məsəl üçün onluğa gəlmə qardaşlığında, onluqdan çıxma qardaşlığında, karma toplamalarında, karma çıxmalarında. Çünki bu suallardan bu mövzuda çətinlik çəkdiklərindən baxmayaraq ki, bir neçə video çəkmişəm, yenə də o çətinliyi hiss edirəm. Bax, mentalda bilirik ki, əvvəlki videoda əslində görmüsünüz ki, yəni 5-liyə gəlmə var. Bilirik ki, sağ əlimizdə deməli 5-liyə gəlmə, bu barmağa gəlmək üçün 2-in qardaşı 3 idi, 3-ün qardaşı 2 idi, 4-ün qardaşı 1 idi, 1-in qardaşı 4 idi. Məsəl üçün deyəndə ki, 4 üstə gələk 1, 1-in qardaşı 4-dən işim olmurdu. 1-in qardaşı 4 olduğu üçün 4-ü bağlayıb 5-i açırdım. Eyni proses mənim sol əlimdə gedirdi 50-liyə gəlmədə. Bildik baş barmağımız 50-dir. 50-liyə gəlmək üçün 10-un qardaşı 40, 40-ın qardaşı 10, 20-in qardaşı 30, 30-un qardaşı 20. Məsəl üçün, burada necə ki 4 üstə gələk 1 deyəndə 1-in qardaşı 4 olduğu üçün bağlayıb 5-i açdım. Eyni prosesdə 50-liyə getmədə sadəcə orada 0 fərqi var. Məsəl üçün 40 üstə gələk 10 deyəndə 10-la işim yoxdur. 10-un qardaşı 40-ı bağlayıram, 50-ni açıram. Və 20-30-luqdan 2-3-lük də o cür gəlir. Yəni bir daha keçənləri təkrar olaraq geri dönüş edirəm. Baxın, 2 üstə gələ 3 deyəndə 3-dən işim yoxdur. 3-ün qardaşı 2-yi bağlayıram, 5-i açıram. Eyni zamanda 20 üstə gələ 30 deyəndə bax üstə 30 deyir. Bəzi adam gedir burada 20 deyəndə bunu açır özünü 30 edir. Xeyr. 20 üstə gələ 30 deyəndə 30-un qardaşı 20 olduğu üçün 20-yi bağlayıb 50-ni açıram. Çıxmalarında da həmin o gəldiyin toplamanı 50-ni bağlayıb gedib o qardaşı açıram. Məsəl üçün deyirəm ki 5 çıxaq 3. 5 çıxaq 3 deyəndə 3-dən işim yoxdur. 3-ün qardaşı 2. Və yaxud da məsələn qardaşlara sistem vaxtlarda yadda saxlaya bilməyən şagirdlər üçün 5 çıxaq 1 deyə bilərsən. 5-dən 3-ün çıxanda neçə edir? 2. 5 çıxaq 4 deyəndə 5-dən 4-ün çıxanda 1. Amma bu bizə hər zaman lazım olacaqdır. Məsəl üçün biz deyək ki uzun məsəl üçün misallar işləyirik. Orada bir də xatırlamayacaq ki 5-dən 4-ün çıxanda 1 eləyir. Xatırlatmayla o bizim zamanımızı aparacaqdır. Amma ən gözəl üsul qardaşı xatırlayıb əldə açma. 5 çıxaq 4 deyəndə 4-ün qardaşı 1 açıb 5-i bağlayıram. Bir də vardı, məsəl üçün 5-likdən çıxma var, 5-likdən toplama gəlmə var, 50-liyə toplayaraq gəlmə var, 50-likdən çıxma var. Məsəl üçün 50 çıxaq 30 deyirəm. 30 dedim də, qaçıb gedib 30 açmayın. 50 çıxaq 30 deyəndə 30-un qardaşını açıram. 20-ni 50-ni bağlayıram. Çünki buradan bağlayıram. Çoxu bağlayıb qardaşı açıram. Bir də vardı onluğa gəlmə. Onluğa gəlmədə isə bilirdik ki 1-in qardaşı 9'dur. Məsəl üçün 9 üstə gələk 1 deyəndə 1-in qardaşı 9'u bağlayıb onu açıram. 8 üstə gələk 2 deyəndə 2-in qardaşı 8'dir. Çünki burada gəlməyə kim yoxdur artıq. 8 üstə gələk 2 deyəndə 2-in qardaşı 8'i bağlayıb onu açıram. 3 üstə gələk 7 deyəndə 7-lə işim yoxdur. 7-in qardaşı 3'ü bağlayıb onu açıram. 4 üstə gələk 6 deyəndə 6-lə işim yoxdur. 6-ın qardaşını xatırlayıram. 6-ın qardaşı 4'ü bağlayıram, onu açıram. 5 üstə gələk 5 deyəndə ən asan qaydamız. 5-in qardaşı 5'dir. 5'i bağlayıb onu açıram. İndi eyni prosesi də 10-luqdan 100-yə getmədə gedə bilirik. Məsəl üçün deyəndə ki 50 üstə gələk 50. Gəlməyə yalnız mənim burada 40'ım var. Bilirəm 5'in qardaşı 5-dirsə 10-luğa getmədə 50'in qardaşı 50'dir. 100'lük getdi beyinə. Və yaxud da 20 üstə gələk 80 deyirəm. Bilirəm ki 8'in qardaşı 2, 2'in qardaşı 8 olduğu kimi 20 üstə gələk 80 dediyində 80'in qardaşı 20, 20'in qardaşı 80 olur. Məsəl üçün indi 20 üstə gələk 80 deyirəm. Bax 80'lə işim yoxdur. 80'in qardaşı 20'yi bağladım 100 beyinə. 30 üstə gələk 70 deyəndə gəlməyə 70'im yoxdur, yalnız 60'ım var. 30 üstə gələk 70 deyəndə 70'in qardaşı 30'u bağladım 100 beyinə. Yəni bu cürlə də gedə bilər uşaqlar və yaxud da fırlama yolu ilə yaddaşı atma və yaxud da
Məsəl üçün oturduğu masanın qarşısına bir dəfə vurmaqdan 100-lüyə, 200-lük, 300-lük, bu cür yollardan 100-lüyü yaddaşa atmayı xatırlaya, yadda saxlaya bilər. Bir də var onluqdan çıxma, 100-lükdən çıxma. Bunları ümumi belə deyək ki, refleksiya kimi edirəm. Yəni keçənlərin təkrarı kimi, hər zaman etdiyim kimi. Və yaxud da məsəl üçün onluqdan çıxma deyəndə onu tutdum əlimdə. Deyirəm 10 çıx 9. 9-la işim yoxdur. 9-un qardaşı biri açıb onu bağladım. İndi eyni proses 100-lükdən də elə gəlir. Deyəndə ki 100 çıx 90, 100-ü yaddaşdan sildim. 90-ın qardaşı onu əlimdə açdım. Və yaxud deyirəm 10 çıx 8. 10 çıx 8 deyəndə 8-in qardaşı 2-ni açdım, onu bağladım. İndi 100 çıx 80 deyəndə görürsünüz şaquli inteqrasiya. Yəni burada ibtidaisində öyrəndiyimi gəlirəm burada artıq 100-yə getmə artıq mərhələ-mərhələdə elə bilin ki böyük ədədlərə doğru gedir. Amma yenə də biz buradan qaynaqlanırıq da. Burada onluğa gəlmə əlindən qaynaqlanıb gəlib 100-yə gəlmə əlimizə tətbiq edir. Beynimizi atmaya tətbiq. Burada onluğu aça bilirdik. Burada isə sırf beyni atırıq. Yəni onluğu əlimdə aça bilirdim. Burada isə onluqdan 100-yə getmə 100-yə beyni atıram. Aydın oldu. Karmalarda isə məsəl üçün deyək 9 üstə gələk 1 deyirəm. 9 üstə gələk 1. 1-in qardaşı 9-dur. Bağladım, onu açdım. Və yaxud da 4 üstə gələk 6 deyirəm. 6-nın qardaşı 4-ü bağlayıb onu açıram. Amma elə bir şey var ki, orada üstə gələk 6 deyəndə, üstə gələk 5 deyəndə, üstə gələk 4 deyəndə mən bağlamağa qardaşım olmur, gedim onu açım. Bağlamağa qardaşım olmur, gedim beynə 100 yatım. O təqdirdə biz gəlirik karmaya. Əgər bağlamağa qardaşım yoxdur, üstə gələk 6 deyəndə 6-nın qardaşı 4-dür. 6 karmasından başlayıram. Üstə gələk 6 deyəndə 6-nın qardaşı 4-dür. Bağlamağa əlimdə 4 yoxdur ki, gedim onu açım. Məsəl üçün belədir. 6 üstə gələk 6 deyirəm. Karmada. 6-nın qardaşı 4-dür də, bağlamağa burada 4-üm yoxdur, 6 var. 4 olsaydı bağlayardım, gedib onu açardım. 6 üstə gələk, 4 üstə gələk, daha doğrusu 6 üstə gələk 6 deyəndə bağlamağa 4-üm yoxdur. Burada o dəqiqə karma olur. Üstə gələk 6 karmasında 11 açılır, 5 məndən küsür. 5-i bağlayıram. Üstə gələk 60 karmasında 60-ı tutdum əlimdə. Üstə gələk 60 deyirəm. Bax, məsəl üçün bilirəm ki 60 üstə gələk 60 deyəndə 60-ın qardaşı 40-dır. Mənim əlimdə 40 olmalıdır ki, mən o 40-ı bağlayayım, gedim beynimə 100 yatım. 60 üstə gələk 60 deyəndə mən bağlamağımda 40-ım yoxdur. Bu o dəqiqə burada nə baş verir? Karma baş verir. 100-yə getmə karma. Onluqdan 100-yə getmə. 60 üstə gələk 60 deyəndə 60-ın qardaşı 40 yoxdur əlində bağlamağa. O dəqiqə burada 11 açılıb 5 bağlanmırdı mı 6 karmasında? Burada isə 110 açılır, 50 bağlanır. Atdı beyinə 100. Oldu neçə? 120. Deməli, indi karmaları ümumiləşdirmə yenə deyirəm. Karmalarda üstə gələk 6 deyəndə bağlamağa qardaşım yoxdursa 11 açılır, 5 məndən küsür. Üstə 60 karmasında bağlamağa 40-ım yoxdursa 110 açılır, 50 məndən küsür. Küsür deyəndə yəni bağlayırıq. Üstə 7 karmasında 12 açılır, 5 məndən küsür. Üstə 70 karmasında 120 açılır, 50 məndən küsür, 50-ni bağlayıram. Üstə 8 karmasında. Üstə 8 karmasında üstə 8-ində bağlamağa kim yoxdursa gedim onu açım. 13 açılır. Burada bu açıqdırsa 5 məndən küsür. Üstə 80 karmasında 130 açılır, 50 bağlanır. Üstə 9 karmasında bağlamağa birim yoxdursa ki bağlayayım gedim onu açım. Orada 14 açılır, 5 məndən küsür. Üstə 90 karmasında bağlamağa 10-um yoxdursa ki gedim beynimə 100 yatım. O təqdirdə 140 açılır, 50 bağlanır, yəni 50 məndən küsür. Belə bəsit dildə desək. Bax, karmalar haqqında düstur yəni budur. Bundan nə çoxu yoxdur, nə azı. Çıxmalarda isə eyni proses artıq tərsinə baş verir. Bağladıqlarımı açıram, 5-i dirçəldirəm. Bağladıqlarımı açıram, 50-ni dirçəldirəm. Aydın oldu. Bu əsnada qeyd edeyim ki, müəllim hazırlığımıza start verirəm. Yəni bir neçə müəllim var yazıb mentaldan bağlı. Yəni yubanmayasınız deyə elan verirəm ki, o müəllimlərdən bir başlamaq istəyən müəllimlər varsa hazırlaşmaqda qərarlı olan 050 590 51 46 ilə əlaqə saxlasınlar. Yeni açılan qrupumuza əlavə edin. Bu həftənin inşallah bu həftə içi başlayacağıq. Yəni
sonda sertifikat istəyənlərə sertifikat təqdim olunur, diplom istəyənlərə diplom təqdim olunur. Bir də bir sual verilir ki, müəllim, bu sertifikatdan, bu diplomlarla gedib mən dövlət məktəbində çalışa bilərəmmi? Xeyr, bu sertifikatlar, bu diplomlar özəl kurslarda çalışmaq üçündür. Əgər məktəblərdə nə zamansa mental artıq tədris olunmağa başlayarsa bir necə ki digər fənlər kimi, əsas fənlər kimi, Azərbaycan dili, ədəbiyyat fərq etmir, musiqi, təsvir, incəsənət kimi fənlər kimi tədris olunmağa artıq qərar verilərsə nazirlik tərəfindən, o təqdirdə sizin təbii ki sertifikatınız, diplomunuz məktəbdə də yararlı olacaqdır. Amma hal-hazırda məktəblərdə tədris olunmur deyə, sırf dərnəklərdə, kurslarda tədris olunur deyə, təbii ki həmin sertifikat və diplomla yalnız kurslara müraciət edərək orada müəllim kimi fəaliyyətə başlayıb o cür fəaliyyət göstərə bilərsiniz. Bir daha söyləyirəm, əlaqə nömrəm 050 590 51 46 WhatsApp aktivdir. Müəllimi hazırlığı üçün də, şagird hazırlığı üçün də qrup yığılır. Yazıb gecə olmadan müraciət edib qruplara qoşula bilərsiniz. Çünki gecə olanda mən artıq qrupu açıram, dərsin bir yerinə qədər gedirik. Fərdi-fərdi də sonra digərləri yazanda mən onları əlavə etməyə zamanım olmur. Bu qədər, digər növbəti video dərslərdə görüşmək diləyinə, sağ olun.